Birini futbol tarixindən sil. Lazio 1999-2000 yoxsa Inter 2009-2010. Marquezani yoxsa Julio Cesar. Marquezani gözəl qapıçıdır. Julio Cesar məncə qalsın, Marquezani getsin. Silir. Negro yoxsa Maicon. Maiconun mövsümü möhtəşəm idi. Ona görə mən Maiconu saxlayıram. Negro ilə sağollaşırıq. Nesta yoxsa Lucio. Lucio ilə sağollaşaq. Mihailovic yoxsa Walter Samuel. Sinişo əlbəttə ki. Walter Samuel ilə sağollaşırıq. Pancaro yoxsa Kivu. Pancaro ilə sağollaşaq. Almeida yoxsa Zanetti. Almeida ilə sağollaşaq. Simeone yoxsa Cambiaso. İşte belə əjdaxaydı. Amma burada yaxşı. Cambiaso silir. Juan Sebastian Veron yoxsa Wesley Sneijder. Ümumiyyətlə Wesley Sneijder'ın ən yaxşı mövsümü idi. Ona görə də mən Veronu silirəm. Conceição yoxsa Goran Pandev. Goran Pandev daha çox ehtiyatdan girirdi. Ona görə məncə Conceição'nu saxlayaram. Pavel Nedved yoxsa Samuel Eto'o. Pavel Nedved qalsın. Salas yoxsa Diego Milito. Yəni Diego Milito əjdaxaydı o mövsüm. Yəni o 2 dənə qol, ümumiyyətlə Milito tarixdə qaldı da, yəni Interin tarixində sembolik qaldı, ona görə də Salasla sağollaşaq. Lazio 1999-2000 yoxsa Inter 2009-2010. Məncə seçimlərə də nəzər yetsək, Lazio'dan sağollaşaq biz silirik.